Sənin oldu. Cengiz Abdullayev sənin. Oy oy oy. Bu temadır sənin. Sənin. Tema. Kimdir bu? Kimdir? Səni vurub öldürərəm, Allah'ın olsun, kimdir bu? Şeydir da, kuryer. Kitabı gətirdi də, neçə ildə axtarım, tapıb tutura bilmir. Girdim bir də gördüm mağazada, burası net boyum yox idi üstündə. Dedim, Allah sifariş edeyim, dedim, problem deyil, evə sifariş edeyim. Tupoysan sən, tupoy çatmırsan da. Bax, biz, sən və mən ikimiz bir yerdə. Mən təklikdə yox, sən təklikdə yox. İkimiz bir yerdə, qrup şəklində bir iş görmüşük. Sən o işi də çox gözəl bilirsən. Mənim ağzımı açdırma. O işi kimsə bu binada, məhəllədə bilsə, qapı döyüldü, 50 ayaqlı biz getdik. Sən Allah kim bizə nə edəcək, kim nə bilir biz kimi, nə işlə məşğul olmuşuq, nə eləmişik. Özünə haqqa durğuzmadan. Şəxsən sən bilə-bilə elə eləyirsən ki, biz gedək. Sənin məqsədin tam olaraq nədir? Tutturmaqdırsa bizi, denən mən də bilim. Bu uşaq, bu adam, bu qədər qorxaq olma kişi. Sən niyə belə bir hərəkət edirsən? Maksimum olaraq, maksimum dərəcədə sənlə sakit danışmağa çalışıram. Hal-hazırda özümü gücdən saxlayıram. Deyirəm, tub ağzının üstündən birini qoyaram. Niyə belə edirsən? Tanıyırsan kimdir bu? Tanımırsan. Şəxsi tanışlığın var? Yoxdur. Dostundur? Deyil. Kimdir bu? Ağzı var, para gəlsən qapını açmağa, bəs tanımırsansa. Sən Allah yaxşı görək, güya nə eləmişik də, bir dənə kitab sifariş eləmişik də. Allahıma and olsun, sən bir də bu qapıya, bu evə tanımadığımız birini çağırsan var ha. Başlı deyirəm səni doğraq-doğra eləyərəm. Eləməm onu. Eləməm onu. Mənim beynimin tasını attırma. Eləmə. Elə danışsan ki, elə bir atamızın qısasını almışlar, nə eləmişik ya? Gəl tutsunlar da. Mən ağzımı nə açdırsan sən? Bir dənə kitab sakız elədim, buyurundan gətir. Axmaq bir axmaq adı. Birinci və axırıncı dəfə də olsun. Sən Allah yer getişinə məşğul ol, başımı da xarab eləmə. Düdüyüm bir düdüyəm, tutmayıb ağıl öyrədi burada. Nətər əsəbləşdirdi məni, gör nətər əsəbləşdirdi məni. Nə bir şey zaten, sən bu barədə niyə bu qədər narahatsan ki? Kim nə bilir biz nə eləmişik? Yəni deyir özünü, niyə mən cinatla indirir? Ay tupoy, ay axmaq, ay əqli şuuru problemli insan. Deyirəm ki, biz cinayət törətmişik, tuta bilərlər bizi. Sən tupoy da evin adresini hər yerə yazırsan, məhəllənin adresini yazırsan, evin adresini yazırsan, binanın adresini yazırsan. Dəcə mənim nömrəmi də yaz. Sən keysən, tupoysan, nəsən sənə? Belə adam olur ha. Ay dədə vay, deyib niyə özünü? Ay, sən bu yaşı o qədər çatmışsan, Allah oturdur şükür elə.
Hamısı giydi, ağlısı mənə inir ki, hamısı tupoydu, hamısı giydi. Ama bir problem var hamısı. Sən bax, qutar görüm. Uşaq danışsan burada. Qorxurdun eləməzdin də, niyə eləyirdin ki? Düşünürsən ortalığa atamın qisaslanmışam, belə qisas alırlar, rəngim dəyişib isə. Eyləmişik də qardaş, tutulursa tutulacaq da, fisə da, nəyindən qorxursan? Sən də yet cəhənnəm o burada. Axmaq bir axmaq. Sən Allah. Soruş gör kimdir, sonra aç. Kimdir? Polisdir, aç qapını. Gəl tutsunlar da. Mən ağzımı nə açırsan sən? Bir dənə kitab sakız elədim, qoyğamdan gətir.